və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Taala bütün müsəlmanların ibadətlərini, dualarını qəbul etsin inşallah. Ramazan ayı boyunca bizim cümə günü xutbələrimiz təqva mövzusunu əhatə etdi. Səbəb onu göstərir ki, Ramazan ayının orucu insanlara təqvalı olmağı səbəb olur. Ramazan ayının orucunun nəticəsi insanların təqvalı olmasına səbəb olur və elə o səbəbdən də bir ay Ramazan ayı boyunca təqva barəsində xutbələrimizi danışdıq. Hansı ki, bizim silsiləvi olaraq mövzumuz Allah Taalanın gözəl adları barəsində idi. Əsmaul Hüsnada. Necə ki, Quran-ı Kərimdə Allah Taala Əsmaul Hüsna barəsində ayələr buyurur və biz Allah Taalanın Əsmaul Hüsnada bir neçə gözəl adını bu həmin cümlələrdə öyrəndik. Əlbəttə ki, bu cümlə xutbələri kifayət etmir. Bəlkə alimlər nə qədər kitablar yazıblar onlar barəsində, çalışdığımız qədər, bacardığımız qədər əsas mövzunu çatdırmaq və həmçinin Quran-ı Kərimdən olan ayələri siz möminlərin diqqətinə çatdırmaq üçün səy göstərdik və Allah Taaladan duamız budur ki, həm bizə, həm sizə bu işdə müvəffəqiyyət inayət etsin. Çünki necə Quran-ı Kərimdə oxuyuruq, və mə təvfiqi illə billah, yalnız müvəffəqiyyət Allah Taala tərəfindəndir. Və Əsmaül Hüsnanın bir neçə faydalarından danışdıq. O həmin faydalarından biri bu idi ki, Allah Taalanın gözəl adları ilə tanımağımız səbəb olur Allahı tanımağımıza. Səbəb olur Allahı tanımağımıza və həmçinin Allah Taala ilə olan bağlantımızın, rabitəmizin möhkəmlənməsinə səbəb olur. Və tarixən də Quran-ı Kərimdə baxsaq, görərik ki, bu həmin adlar vasitəsilə bir çox peyğəmbərlərin, bir çox insanların duaları qəbul olmuşdur. Və inşallah Allah Taalanın lütfi ilə bu günləri başlayacağımız isim Allah Taalanın olan Əsmaül Hüsnadan olan ismi Əl-Hadi ismidir. Və inşallah ki, bu da hələ bizim bir neçə cümə söhbətlərimiz olacaq. Çünki Hadi ismi Allah Taalanın hidayət isminə bağlı olan bir ismidir və Quran-ı Kərimdə ən geniş mövzulardan biri də elə hidayət mövzusudur. Allah Taalanın Əl-Hadi ismi nə mənanı verir? Mütləq rəhbər. Bu mənanı verir ki, Allah Taala mütləq rəhbər Allah Taaladır. Doğru yola yönəldən, yol göstərən, istiqamət verən bu mənaları verir. Hidayət sözü, Əl-Hadi sözü huda və hidayət kəlməsinin məslərindən götürülmüşdür. Hidayəti bu cürlə tərcümə edirlər, bu cür məna verirlər. Bir hidayət yol göstərməkdir, hidayət yol göstərməkdir. İki cür məna verirlər. Birinci məna budur ki, iraətut tariq, yolu göstərməklə. Hidayəti bir mənasını bu cür deyirlər. İraətut tariq, yəni yolu göstərir ki, sən bir yerə getmək istəyirsən, deyirsən, mən o həmin yerə necə gedə bilərəm? Sənə istiqamət verirlər, yolu göstərirlər və sən də həmin məqsədə gedib çatırsan. İkinci məqsəd budur, ikinci məna budur ki, İsəl iləl mətlub. İsəl iləl mətlub budur ki, əlindən tutur sənin, aparır həmin məqsədi, çatdırır və göstərir ki, bax, sənə lazım olan mətlub yer, bax, budur. Hidayət təkcə insanlar üçün deyil. Məsələn, biz deyirik ki, filan kəs hidayət oldu, namaza gəldi. Hidayət təkcə insanlar üçün deyil. Bütün yaradılış aləmi hamı hidayətə möhtacdır. Hamının hidayətə ehtiyacı var. Hidayətin qəbul olunması iki cürdür. Bir şuurlu varlıqlarla, yaxud bu cür deyil, iradəsi olan varlıqlarla
iradəsiz varlıqlar arasında hidayət tamam fərqlidir. Hidayətdə olan varlıqlar budur ki, Allah Taala istiqamətləndirir. Hər kim istəyirsə qəbul eləyir, istəməyən qəbul eləmir. Burada bir könül xoşluğu deyilən bir şey var. Allah Taala heç kimi məcburən hidayət etmir. Düzdür, Allah Taalanın isimlərindən var, oxuyacağıq. Cəbbar ismi var Allah Taalanın. Allah Taala bəzi şeylərin məcburidir. Yəni, ixtiyari deyil bütün şeylər bizim həyatımızda. Məcburidir. Cəbbar ismi var Allah Taalanın. Amma digər yaradılışlarda fərqlidir. Fərqi ondan ibarətdir ki, məsələn, bitkidən tutmuş, həşəratdan tutmuş, ay, günəş, bütün qalaktikada olan planetlər hamısı hidayətdədir. Hamıya Allah Taala öz funksiyasını göstərib, onlar da öz funksiyalarını icra edirlər. İnsandan fərqli olaraq. İnsana da Allah Taala öz vəzifəsini bildirir ki, sənin işin bundan ibarətdir. Amma insan o məsələlərdə səhlənkarlıq eləyir. Amma bitki, günəş, ay və digər məxluqat Allah Taalanın qoyduğu qanunlardan kənara çıxmır. Və o cümlədən həmin bu hidayət mövzusu o qədər geniş mövzulardan biridir ki, Peyğəmbərlər Allah Taalanı tanıdan zaman hidayət ismi ilə tanıdır. Məsəl üçün, Quran-ı Kərimdə Taha surəsinin 49 və 50-ci ayəsində Musa əleyhissalamla Fironun diyaloqu var. Firon Hz. Musa Peyğəmbərdən soruşur. Bismillahirrahmanirrahim. Qalə fəmən rabbukumə yə Musa. Sənin Rəbbin kimdir ey Musa? Yaxud sizin ikinizin, yəni Musa Peyğəmbər qardaşı Harunla birlikdədir. Firon soruşur ki, sizin ikinizin Rəbbi kimdir ey Musa? Musa əleyhissalam buyurur. Qalə Rabbunəl-ləzi ətə kulli şeyin xəlqəhu. Bizim Rəbbimiz o kəsdir ki, hər bir şeyin xilqətini verib. Hər bir şeyin yaradılışını verib. Bizim Rəbbimiz odur. Thumma həda. Sonra onları hidayət edib. Sonra onlara vəzifəsini göstərib. Yaradıb, xilqət verib və daha sonra hansı işi görəcək, o vəzifəni ona öyrədib. Allah Taalanın Hadi ismi Quran-ı Kərimdə 3 ayədə keçməkdədir. Birincisi surə Furqan surəsinin 31-ci ayəsidir. Allah Taala Furqan surəsinin 31-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və kəzəlikə cəəlnə likulli nəbiyyin əduvvən. Allah Taala buyurur ki, ha belə biz hər bir peyğəmbər üçün minəl mücrimin, günahkarlardan düşmənlər qərar vermişdik. Hər bir peyğəmbər öz zamanında, öz dövründə günahkarlardan olan düşmənlərlə mübarizə aparırdı. Hər peyğəmbər, Nuh peyğəmbər, İbrahim peyğəmbər, Salih peyğəmbər, Hud peyğəmbər, bayaqları misal çəkdik, Musa peyğəmbər, bütün peyğəmbərlər öz dövründə günahkarlarla mübarizə aparıblar. Yəni, əgər diqqət eləsək dünyaya, aləmə, dünya yaranandan haqla batil mübarizə aparır. Haqla batil mübarizə aparır və yekun olaraq da Allah Taala buyurur ki, haqq qələbə qazanacaq. Yekun olaraq budur. Bu Allah Taalanın vədidir və Allah Taala da vədinin xilaf çıxmır. Allah Taalanın vədidir bu. Sadiqul vəd, Allah Taala öz vədinə əməl edəndir. Ca'əl həq, zəhəqəl batil, haqq gəldi, batil aradan getdi. İnnəl batilə kanə zəhuqa, batilin işi aradan getməkdir. Allah Taala buyurur ki, yer üzündə salih bəndələrin varis olacaq. Məqsəd, məna budur ki, yəni yer üzündə sonda haqq qələbə qazanacaq. Və o cümlədən
Allah Taala buyurur ki, hələ bu cür olmayıb ki, hamı sadə, sakit, rahat həyat tərzi keçirsin. Bir müddət çətinlik olub və həmin çətinlikdən sonra asanlıq olub. İnnəl mə'əl usri yusra. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq var. Hər çətinlikdən sonra bir asanlıq var. Peyğəmbərimiz sallallahu əleyhi və alihi və səlləm Məkkə dönəminə diqqət etsək, nə qədər əziyyət çəkib, nə qədər işgəncələrə məruz qalıb, nə qədər təhqir ediblər onu. Amma buna baxmayaraq, İslam dini izzət sahibi olan zaman, qüvvət sahibi olan zaman həmin dövr müsəlmanların bir rifah dövrü idi və Allah Taala buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ. Həqiqətən Allah Taala buyurur, ha belə biz hər peyğəmbər üçün günahkarlardan düşmənlər qərar vermişdik və kəfa bi rabbikə hadiyan və nasira. Və sənin Rəbbinin doğru yol göstərməyi, hadi olması və kömək etməsi sənə bəs edir. Allah Taala buyurur ki, sənə bəs edir, kifayət edir Rəbbinin doğru yol göstərməsi və kömək etməsi. Növbəti ayədə Allah Taala buyurur, Rəd surəsinin 7-ci ayəsində Allah Taala buyurur, Bismillahirrahmanirrahim və yəqulullezine kəfəru. Allah Taala kafirlərin də, inkar edənlərin də sözlərini Quran-ı Kərimdə buyurur. Və həmin ayələrdən biri budur ki, kafirlər deyirlər, Ləulə unzilə əleyhi ayətun min rəbbihi. Əgər Allah Taala tərəfindən, onun Rəbbi tərəfindən bir ayə nazil olsaydı, bir möcüzə nazil olsaydı, yəni kafirlər bu iddiada idilər ki, Peyğəmbərə biz iman getirərik o halda ki, Allah Taala tərəfindən bir möcüzə gəlsin. Çox təəssüflər olsun ki, möcüzə gəldiyi zaman iman götürməkdən boyun qaçırırdılar. Yəni, onların göstərdiyi səbəb və bəhanə onların iman getirmələri üçün maneə deyildi. Onlar sadəcə bəhanə göstərirdilər. Allah Taala buyurur ki, İnnəmə əntə munzir. Peyğəmbər, sən çəkindirənsən. İnnəmə əntə munzir. Sən yalnız çəkindirənsən. Və likulli qovmin həd. Və hər bir qövm üçün, hər bir xalq üçün, hər bir ümmət üçün bir hidayət edən var. Bir hidayət edən var. Bu ayənin təfsirində birinci Allah Taala hidayət edir. Allah hidayət edir birinci. İkincisi, Peyğəmbər sallavatullahın vasitəsilə nə qədər insanlar hidayət olurdu. Üçüncüsü, likulli qovmin həd, yəni hər dövrdə imamlar var, rəhbərlər var. Həmin o rəhbərlərin vasitəsilə insanlar hidayət olurdular. Və üçüncü ayə isə Həc surəsinin 54-cü ayəsidir. Allah Taala buyurur, Bismillahirrahmanirrahim. Və liya'ləməl-ləzīnə utul ilm ennehul haq min rabbika feyuminu bihi. Allah Taala buyurur ki, elm verilmiş şəxslər onun sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, yəni elm verilmiş şəxslər bilirdilər həqiqətən Peyğəmbər ilahi bir şəxsdir. Bu günləri ateistlərin gətirdiyi bəhanəyə diqqət edin. Quran-ı Kərim 1400 il bundan əvvəl nazil olub. Quran-ı Kərim barəsində deyirlər ki, bu bir alim tərəfindən yazılıb. Əlbəttə ki, Quran-ı Kərim alim tərəfindən nazil olub. Alim olan Allah Taala tərəfindən nazil olub. Bəhanə gətirmək üçün, aradan çıxmaq üçün belə sözlər işlədirlər. Amma elm sahiblərinə Allah Taala o qədər dəyər verir. Deyir, elm sahibləri Quran-ı Kərimi oxuduqları zaman şübhəsiz bu kitab Allah Taala tərəfindəndir deyirlər. Elm sahibləri bu cür deyirlər. Və Allah Taala buyurur ki, وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتُ لَهُ قُلُوبُهُمْ. Elm verilmiş şəxslər
Bilirlər ki, həqiqətən Quran, İslam dini Allah Taala tərəfindəndir və iman getirirlər ona, Qurana, Peyğəmbərə. Fətuxbitə ləhu qulubuhum. Qəlbləri də aramdır. Qəlbləri aramdır. Məsələn, qəlbi narahat edən məsələlərdən biri şək və şübhədir. Baxırıq Peyğəmbərimizdən, imamlarımızdan, hələ Quran-ı Kərimdən neçə ayələr var ki, Allah Taala buyurur ki, şək və şübhəni aradan aparın. Şək və şübhə insanın qəlbində olsa, o sanki bənzəyir ki, meyvənin içərisində bir qurta. Başlayır o meyvənin içini yeməyə. Başlayır insanın o şək şübhə imanını yeməyə. İmam Sadiq əleyhissalamın kəlamı var. İmam buyurur ki, öz yəqininizi şək və şübhə ilə sındırmayın. Yəqin etdiyiniz bir şeyə şək və şübhə etməyin. Öz yəqininizi başqa bir yəqinliklə aradan aparın. Yəqinliyinizin üzərinə yeni bir yəqinlik getirin. Bax, budur. Allah Taala buyurur ki, elm əhli bu cürdür. Onların qəlbi aramdır. İman getiriblər. Bilirlər ki, Quran Peyğəmbər tərəfindən gəlib. Aramdır. Allah Taala buyurur ki, və innəllahə ləhadillezina amenu. Allah Taala, həqiqətən Allah Taala iman getirənləri hidayət edir. Əleyhissalam. İman getirənləri hidayət edir. Hara hidayət edir? İlâ sıratın müstəqim. Doğru yola hidayət edir Allah Taala. Hələ yeri gəlmişkən bu sırat-ı müstəqimə də izah getirək. Sırat-ı müstəqim ki, namazda deyirik, o məsələni biz inşallah bir dəfədə geniş şəkildə danışarıq. Çünki hidayətin mərhələləri var. İnsan ilk olaraq dinə gəldiyi hidayətlə, dində olduğu hidayətin arasında fərq var. Hidayət tamamlanmayan bir mövzudur. Hidayət elə bir mövzudur ki, gedib orada hədəfə çatdım deyəsən ki, mən çatdım. Yoxdur elə. Hidayət davamlı bir şeydir. Hidayət bir dənə yoldur. Allah Taala buyurur, sırat-əl müstəqim, doğru yol. Ərəb dilində neçə dənə yol sözü var. Hələ mən bildiklərimdən sayıram siz üçün. Şəriət yol deməkdir. Şər'a yol deməkdir. Din yol deməkdir. Nahv yol deməkdir. Səbil yol deməkdir. Tariq yol deməkdir. Sırat yol deməkdir. Amma bu sözlər sinonim olmasına baxmayaraq, bunların işlənmə yerləri ayrı-ayrıdır. Sıratın yerinə səbil, tariq işlətmək olmaz. Tariq-əl müstəqim, səbil-əl müstəqim. Haradasa bəlkə mən səhv eləyirəm, tariq-əl müstəqim olmalıdır Quran-ı Kərimdə. Amma ən çox istifadə olunan sırat-əl müstəqimdir. Sırat nə deməkdir? Bir körpü var sırat. Bu barədə biz danışmışıq ki, cəhənnəmin üstündən cənnətə gedir o körpü. Sırat körpüsü deyirlər. Nə üçün cəhənnəmin üstündən cənnətə gedir o körpü? Deyir, cənnət əhli cəhənnəmi görüb cənnətə gedəcək. Cəhənnəmi görüb cənnətə gedəcək. Səbəb budur ki, indi bu dünyada adam müəyyən çətinliklər çəkir, narahatçılıqlar çəkir. Allah Taala orada göstərəcək ki, sizin çəkdiyiniz o əziyyətlər bihudə deyildi. Baxın, buradan rahat keçirsiniz. Sıratın mənası bir cürdə məna deyiblər. Bugün mənim rastıma gəldi, sözün düzələ bu mövzunu araşdıran zaman. Deyir, sıratın mənası o İslam dinindən əvvəl Rumlular yol çəkirdilər. Rumlular yol çəkirdilər. Yolun kənarında müəyyən şeylər qoyurdular ki, yolla gedənlər yoldan çıxmasınlar. Yolla gedənlər o yoldan çıxmasınlar. İndi məsələn, avtobanlarda necə dəmirlə düzəldirlər ki, Allah göstərməsin, qəza baş verdiyi zaman çox böyük fəlakətlər baş verməsin. O zamanlar Rumlular bu yolu düzəldirdilər, ərəblər də bu yola sırat deyirdilər. Yəni, bu yoldan çıxmaq mümkün deyil. Bu yola keçdin, bu yola keçdin.
bu yoldan çıxmaq mümkün deyil. Deyir, siratdan da məqsəd budur ki, ihdinə sırat-əl müstəqim, bizi doğru yola yönəltginən, yəni elə bir yola yönəltginən ki, biz daha o yoldan kənara çıxmayaq, biz o yoldan büdürəməyək və inşallah ki, Allah Taala bizi haqq yolumuzda, sırat-əl müstəqimdə sabit qədəm etsin. Allah Taaladan duamız budur ki, hələ bu mövzumuz bizim bir neçə cümələr davam edəcək. Hidayət barəsində olan əksəriyyət ayələri siz üçün oxuyacağam və inşallah ki, Allah Taaladan duamız budur ki, nə qədər insanlar ki, hidayət olmayıblar, Allah Taala onları da tezliklə haqqa hidayət etsin. İnşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd. Allahu samad. Ləm yəlid və ləm yulad və ləm